İmam Sadiq Aleyhisselam buyurur, o cür ki nisbət verilir, İnsanların namazına, orucuna aldanmayın. Çünkü bazen insan namaza, oruca o kadar adet edir ki, onları terk etse korku hissi geçirer. Əslində onları doğru danışmaq və əmanətdarlıqla sınayın. Diqqətli, Allah eləməsin, oruç tutaq, namaz qılaq, adətə çevrildiyinə görə, öyrəşdiyimizə görə, ona görə ki, onu eləməsək, narahat olarıq, nigaran olarıq, qorxumuz bu olar. İmam Sadiq Aleyhisselam bir xəbərdarlığı var. İnsanların namazına, orucuna aldanmayın. Bu toplumumuzda yayılan birçok bəhanələrin də cavabıdır. Filan kez namaz qılır, filan kez oruç tutur, amma min cür oyundan çıxır, min cür qələtdən çıxır. Bəli, ola bilər adam zahirdə namaz da qıla, oruç da tuta, amma bunun onun həyatına, onun əməllərinə, onun rəftarlarına bir təsiri də olmuyor. O da İmam Sadiq Aleyhisselam xəbərdarlıq edir. İlk olaraq hər birimiz üçün xəbərdarlıqdır ki, Allah eləməsin bu vəziyyətə düşək. İmam Sadiq Aleyhisselam buyurur, insanların namazına, orucuna aldanmayın. Çünkü bazen insan namaza, oruca o kadar adet edir ki, onları terk etse korku hissi geçirer. Onları terk etmeyi korku hissi geçirir. Əslində onları doğru danışma ve emanetdarlıkla sınayın. Namaz kılanı, oruç tutanı doğru danışma ve emanetdarlıkla sınamaq lazımdır. Allah eləməsin, toplumumuzda bu kimi dindarlıq böhranı ola, namaz ve oruç bir vərdişə, adətə çevrilə, onun əmələn insanların həyatına bir təsiri olmamış ola. Bu da diqqət olunmalı bir məsələdir ki, çalışaq, diqqət eləyək, fərqinə varaq, mübarək Ramazan ayının günləri irəli getdikcə bizlər bu günlərin müqəddəsliyini, təravətliliyini itirməyək. Adətə çevrilməsin bizə. Bu cür olmasın ki, tez bir həftədə keçəydi, o bir həftədə keçəydi, qutarıydı bu ay.